Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Heç özüm üçün yaşamamışam, xatırlamıram. Hara istirahətə getmişəm, nə etmişəmsə kökündə yaxınlarım qalıb. Xəbəri verilir ki, bu sözlər məktəri artist Nüşabə Ələsgərli afaqla onları verilişində deyib. Müğənni anasını xatırlayaraq kövrəlib. Bu da mənim xasiyyətimdir. Bundan zövq alıram. Bir restoranda yemək yeyirəm, fikrimdən keçir ki, kaş bacım, qızım yeyərdi. Yəqin mən də düşünən var, amma hiss etməmişəm. Məni sevən bir qadın var idi, indi də o yoxdur. Anam. Qiymətli nəsə alanda onun geyinməzdən əvvəl anamı, bacılarımı, qardaşlarımı, yoldaşlarımı düşünürdüm. Özüm kənarda yaşayırdım. Hamıya şəhərdə ev almışdım. Onları ev alandan sonra özüm şəhərə köçdüm.